Bilirsiniz, Livanda hazırda çox ağır bir vəziyyət hökm sürür. Təxmini 1 milyondan çox insan ev eşiyindən didərgin salınıb. Amma nə gedəcək yerləri var, nə də qalacaqları sığınacaq. Livan Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına görə mart ayının 2-sindən bəri İsrailin zərbələri nəticəsində artıq 2100-dən çox insan şəhid olub, 7000-ə yaxın insan isə yaralanıb. Bu siyahıda neçə qadın, uşaq, körpə var. İsrail təkcə hərbi hədəfləri deyil, dinc məhəllələri, yaşayış binalarını da amansızcasına bombalayır. Daha təəssüf doğuran və narahat edici olan isə budur ki, onlarla əməkdaşlıq edən bəzi beynəlxalq platformalar, o cümlədən Apple və Google xəritə kimi xidmətlərdə Livanın bəzi bölgələrinin adlarının silindiyi, xəritələrdən yox edildiyi müşahidə olunur. Sanki o torpaqlar, o insanlar heç olmayıbmış kimi. Ən ağrılı tərəfi isə insanların bu qətliama sanki normal bir hadisə kimi baxması, susmasıdır. Bunun səbəblərindən biri də terrorçu İsrail rejiminin məzlumları terrorçu kimi təqdim etməsi, informasiya müharibəsi aparmasıdır. Təəssüf ki, bəzi dırnaqarası insanlar da eyni sözləri təkrarlayaraq çarəsiz, məzlum qalmış insanlara haqsız etiketlər yapışdırırlar. Gəlin unutmayaq, hər sözün, hər səsin bir ağırlığı var. Məzlumların yanında olmaq, həqiqəti danışmaq, susmamaq bu insanlıq borcumuzdur.